Elektron cədvəl fraqmentinə əsasən nəticəsi A-nı olan funksiyaları seçin. A2 xanasında A-nın sözü yazılıb və biz bunu soldan 2 dənə saysaq, bu bizə A-nını verəcək. Yəni bunu götürməliyəm. Bu doğrudur. İkinciyə baxıram, A3 xanasında olan sözü qeyd elədim. Bunu right, sağdan 2 dənə saysam, bu bizə verəcək A-sı. Yəni bunu götürmürəm. B1 xanasına baxıram. B1 xanasında olan sözü qeyd elədim. Bunu right, sağdan 2 dənə saysam, bu bizə A-nını verir. Deməli, bu doğrudur. Keçirəm digər xanaya, A1 xanasına. A1 xanasında olan sözü qeyd elədim. Bunu right, sağdan 2 dənə saysam, bu bizə A-nını verir. Bunu götürürəm. Baxıram digərinə, A4 xanasını qeyd elədim. Bunu left, soldan 2 dənə saysam, bu bizə verəcək Q-əni. Yəni, bunu götürmürəm. Digər xananı qeyd edirəm, B2 xanasıdır. Bunu right, sağdan 2 dənə saysam, bu bizə A-nını verir. Bunu götürürəm. Və son olaraq baxıram B3 xanasına və bunu right, sağdan 2 dənə saysam, bu bizə verəcək A-nı. Yəni, bunu götürmürəm. Nəticəsi A-nı olan funksiyaları qeyd edirəm. 1, 3, 4 və 6-dır.